Salam aleyküm, hörmətli, dəyərli, əziz izləyicilərim. Öncəliklə həm Ramazan bayramımızı, həm Novruz bayramımızı təbrik edirəm hər birinizi. Gözəl insanlar, Saray qəsəbəsində sarayın mükəmməl bir dənə ərazisində, saray postundan gələndə birinci svetofor, 6 sotun içində, yolun asfalta tam yaxın bir ərazidə, mükəmməl belə 2 mərtəbə, alt üst monolit betonla. Özü də ki, dünənin bugünün tikilisi deyil ha. 6-12 daş kürsülü. 2 ailənin yaşayışına yararlı paket kupça. Öncəliklə qiymətini deyirəm, qiyməti çox qəşəngdir. 165.000 manat. Bax, evin 4 tərəfinə fırlanmaq mümkündür. Evin həyətində, bu video biraz uzun gedəcək çünki ev çox böyükdür. Bax, evin həyətində 2 dənə sancay qoşulu var. Bax, belə həyət üçün də, yəni həyət üçün. Evimizi də ki, qırağdan görürsünüz. Yuxarı mansard, aşağı 5 otaq. İdeal. Evin 4 tərəfinə fırlanmaq olur. İndi kadrı saxlayıram, vaxtınızı çox uzatmıram. Keçid eləyirik evin içinə. Güzel insanlar, bax, buradan evin içində. Bu qəşəng sayı bir şəkildə gəlir sənin yuxarı. Bu ev, görsünüz necə işıq olur. Gələndə tam görəcəksiniz. Evimizin qiyməti bu qiymətə qoyulmağının səbəbində deyirəm. Evin kosmetik remonta ehtiyacı olduğu üçün hər şey düşünülüb. Ümumi qoyulan qiymətdən də ki, keçiləcək, onu ev sahibi tərəfindən kim alacaqsa özü keçəcək. Özü danışacaq tam, yəni əvalətli şəkildə. Baxın, buradan, koridordan birbaşa gəldiyi var kuxunaya. Onda vurğuluyum ki, köhnə proyektli ev. Əvvəlki proyektlərdən tam olaraq fərqlidir. İndiki proyektlərdən. Burada sanitar qoşağıdır. Üzr istəyirəm. Buradan daxil olur. Baxın, bir otağa. Polunun lakı, yəni təzə olunub. Yəni, bu otaqda məsəl üçün deyirəm, aboy dəyişməsi bir ola. Sizə bir dənə liman çatdırıram. Evin divarları 40 deyil ha. Evin orta divarlarına kimi 60'lıq divarlar. Çöldə orada figurotlar divarları da 60'lıq. Bax, burada da bir otağı var. Heç işığı yandırmıram, yandırmaqda ehtiyac duymuram. Bütün pəncərələri öz həyətinə baxır. Evin həyətin isə heç bir qonşu pəncərəsi görmür. Bura 2 ailəyə yararlıdır. Çöldə çıxanda demişdim, bax, indi bu qapını tam açanmadım, mən bağlı qızım. Aydan göstərirlər. Aha, 2 dənə ailə bu evin içində tam yaşaya bilər. Ben kalırız, saxlayalım inşallah. Hörmətli izləyicilər. Bax, bura da gəldik. Buranın da ev sahibi evin qonaq otağı kimi istifadə edir. Buradan daxil oluruq. Spalni yataq otağıdır, gördüyünüz kimi. Evin sizə bir dənə qonaq otağını təqdim edəcəm. Evin bir dənə qonaq otağını təqdim edəcəm sizə ki, yəni belə bir şey yoxdur. Bax. Bir daha evin qonaq otağına var. Evin, bax, üstündə durduğum polun altı da monolit betondur. Üstü də monolit betondur. Yenə də vurğulayıram. Saray qəsəbəsində 6 sotun içində 165.000 manata bu qiymətə ev yoxdur. Hərçək ki, ən az, zəif qiymətlə 13.000 manatla 6 sot torpağı hesablayanlar, gözəl insanlar 108.000 manat pul eləyir. Bu evin neçə düşür bəs? 60.000 hə? 78, heç 100 minə düşmür. Heç havaya düşürür. Bax, gedə indi. Müştəriləri yuxarına tanışır. Başqalardan bildim. Saxlamısan? Yox. İndi getdim elə. Gözəl insanlar. Burada ilə kəmini otadan çəkdiyim. Ayaqlarım içəridən aça bilmədiyim qapıdır. Yəni buradan bir də ətrafı balkonu falan rahat çək. Bax, buradan pollu 2 dənə ailə istifadə edə bilər. Hətta bunun altında ev kimi düzəldib istifadə etmək mümkün. Buradan da pelekanı var. Hər şey pelekanı da var, bax yandan, girib çıxmağa. Aşağıdan addelin nərdivanı var da düşüb qalxmağa. Ay maşallah. Bir dənə mənzəriyə var. Bütün saray, bütün Abşeron ayağının altından da. Bax, bir dənə fikir ver. Hər biri. Bax, bu da evimizin mansard hissəsidir ki, kombinatorlarına kimi uğraşdırılır. Gözəl insanlar, bu ev, zəmsi düşür
57 minə, 60 minə, 60 minə. 108 min dolar torpa verir, 60 minə deyil. 165 minə deyil. Yəni bu günlər 80 mində, böl yarıya da, yarı yarıya torpağı. böləndə də heç nə düşür. Elə mən torpağın qiymətini vururam, torpağın qiyməti 108 min. Evdəki gəlib düşürəm ki 60 minə. Havayı da yəni bu qiymətə. Görən Çili ciddi, real, ciddi alıcılar məni yıxsın ki, xahiş edirəm, gələk burada nə sən mən incit, nə də mən səni. Mən bir dənə müştəriyə, yəni minimum real müştəriyə 2 dənə ev göstərəm, uzağı 3 dənə. Artıq o gəzənlər var, mən onlara çox ev göstərəm, öpürəm sizi.